Bu həqiqətən ceyran göbəyidir. Ceyran göbəyi, dəbənədir. Ruzi bərəkət bir də nəfsi gözü geri qaytarmalıdır. Həm caduçun var. Yəni cadular təmizləmək üçün. Yəni bunlar məsəl üçün ailəcə təmizlənmək şamı. Qıfıldır da. Sevgi yolunda olan bağlıları açmaq üçün. Son vaxtlar Bakıda qəribə ada malik mağazalara rast gəlmək olar. Taliyə talismanları, sehirli şamlar, amulet enerjisi, bu cür satış məntəqələrində pul və sevgi üçün nəzərdə tutulmuş ritual şamlardan qoruyucu talismanlara qədər hər şey satılır. Biz bu mistik dalğanın şəhəri necə bürüdüyünü, bütün bunların kimin aldığını və insanların həqiqətənmi əşyaların sehirli gücə malik olduğuna inandığını öyrənməyə qərar verdik. Bəlkə bu sadəcə bir dəbdir və yaxud asanlıqla həyata keçəcəyinə inanmaq istədiklərimizin bir əksidir. First News As redaksiyasının çəkiliş qrupu belə əşyaların satıldığı bir neçə mağazaya baş çəkdi. Lakin təəssüf ki, heç bir sahibkar bizə çəkiliş aparmağa icazə vermədi. Buna görə də biz digər mağazalara alıcı qismində yollandıq və həqiqətən də oxucularımızın bildirdiyi kimi, mağazalarda hər növ ritualları icra etmək üçün müxtəlif əşyaların satıldığının şahidi olduq. Bizi ən çox təəccübləndirən kəllə formalı şeytan obrazında olan şamlar, eləcə də ceyran dərisi və ceyran göbəyi adlı mistik şara bənzər əşyalar oldu. Mağaza çalışanlarının dediyinə görə onlar qanuni şəkildə fəaliyyət göstərirlər və bütün əşyalar xaricdən idxal olunur. Bizim mallar hamısı tamojni keçən mallardır, yəni orijinaldır da. First News Az redaksiyası bu cür əşyaların ölkəyə idxalına hər hansı məhdudiyyətin olub-olmadığını dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə də müraciət etdi. Lakin cavab əldə edə bilmədik. Şəhər sakinləri arasında apardığımız sorğu zamanı bu cür mağazalara və orada satılan əşyalara münasibət barədə fikirlər müxtəlif oldu. Ritual şamlarla bağlı məlumatınız var? Ümumiyyətlə var, eşitmişəm, amma istifadə etməmişəm də. Yəni heç vaxt almamısınız, istifadə etməmisiniz? Əslində bir dəfə aldım, nə üçün aldım? Elə bir o qazancım çox olsun deyə də belə bir şam məsləhət görmüşlər. Aldım, yandırdım, az qala obyekti yandıracaqdım. Ondan sonra da inanmadım. Tövsiyə edərsiniz kimsə alsın, yoxsa necə? Vallahi tövsiyə etmirəm, artıq xərcdir, salamat elə dinimizə inanaq elə hərəkət edir. Yəni belə eşitdiklərim qədər var, amma özüm istifadə eləməmişəm. İstifadə edənlərə də normal, yəni yanaşıram. Hər bir inancı var, ona da hörmət eləmək lazımdır. Yəni normal yanaşıram. Amma özüm istifadə eləməmişəm. Ritual şamlar haqqında çox eşitmişəm, yəni necə deyim, yəni bir sözlə inanılması bir şey deyildi. Yəni yaxşı qardaş dediyi kimi, yəni mən də əvvəl köşk işlədirdim. Yəni dedim ki, köşkün qazancı çox olsun. Alım, yandırım, ki, çox insan görürəm ki, istifadədir, qazanmaq istəyirdi. Yəni ki, möcüzələrə inanır da bir sözlə. Amma yəni boş bir şeydir. Yəni bir fərziyyə kimidir. Yəni adi bir yer açılıb, sadəcə heç bir istifadəsi lazım deyil məncə, belə fikirləşirəm. Yəni normal bir düşüncəyə sahib olan insan inanmıram ki, bu şanlarla hər hansı bir şey uğrunu qazanmağa çalışsın. Mən bunlara inanmıram, almışam, istifadə eləmişəm, amma inanmıram. Niyə görə ki, bunlar hamısı yalan bir şeylərdir, tək Allahdır. Tək bizim varlığımızda, hər bir şey bizi idarə eləyən də Allahdır. Bunlar hamısı boş şeylərdir, bunlar hamısı pul mənbəyidir. Valla bəlkə də bir 4-5 il bundan qabaq bu təzə çıxanda İsrail şamlarıdır deyilə, ruzu üçün, nə bilim, nə üçün, hamısı boş-boş şeylərdir. Nə bilim, elə rəfiqələrimlə girdik, aldıq, sonra da mən getdim Sədərəyə, Sədərəyədə gördüm ki, həmən şamlar oradadır. Həmən şamlardan var. Mən sual verdim ki, bəs necə olur ki, İsrail şamları sizdə də var? Dedi, xanım, bunlar İsrail şamları deyil, bunlar hamısı satışda olan bir şeylərdir. Nə bilim, uşaq formasında gör ki, uşaq olmayan yandırır, uşaq olur. Kiminsə bəxtini açır, nə bilim, cürbəcür də ruzu gətirir. Bunlar hamısı boş-boş şeylərdir. Hamısı ya. Bunlar bir fəsiyyədir də, deyərdim ki, insanları aldatmaq, insanların beynini qaçışdırmaq üçün bir şeydir. Əgər söhbət məndən gedirsə, mən istifadə eləməmişəm, heç eləmək də fikrim yoxdur, elə şeylərə inamım da yoxdur. Bu qədər. Yəni, İnanmırsınız? Xeyr, inanmıram. Hər şey Allahın əlindədir. Şamın buna heç nəyə gücü çatmaz hətta. Heç vaxt almamışam, heç istifadə etmək də istəmərəm, yəni inanmıram elə şeylərə. Onu mən artıq bir şeylər bilirəm, çünki mən özüm, yəni mən Allahıma inanıram, Allahımın Quranı var. Quranımıza inanıram, o şeylər hamısı boş şeylərdir. Yəni onlara mən çox pis baxıram elə şeylərə. Nələrə görəsə belə şeylər var, nə bilim o nə var, sevgi üçün var, nə bilim nə üçün var, kimlərinsə nəsə pisliklər eləmək üçün var. Mən inanmıram elə şeylərə. Yəni heç də tərəfdarı deyiləm. Bizim nə xalqımıza, nə millətimizə belə şeylər yaraşmaz.
Mən xoşlamıram. Mağazalarda xristian dininə aid olan ikonların, xaçların və digər əşyaların rituallar həyata keçirilməsi üçün satıldığını müşahidə etdiyimiz üçün Rus Pravoslav Kilsəsinə müraciət etdik. Suallarımızı Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Borisovich Paminov cavablandırdı. То, что продает церковь, иконы, свечи, крестики, распятия и так далее, они не обладают никакой особой мощностью, они не обладают никаким особым характером. Это все создано для молитвы, для того, чтобы человек обращался к Богу, для того, чтобы человек просил у Бога помощи. Господь тогда помогает. Они не несет ни себе никакой силы. Они освящены молитвой, но при этом это не какая-то ритуальная магия. Это просто освящение для того, чтобы икона носила некие священные иконы и свечи священный смысл, чтобы не использовать их в каких-то бытовых целях, а использовать именно только для молитвы Богу. А то, что продается в этих лавках, я считаю, это просто мошенничество, потому что эти ритуалы магические, это все недоказуемо. Церковь не верит в магию. Церковь верит только Богу. Церковь совершает свое служение, прося у Бога помощи. И получает эту помощь люди. А вот эти магические ритуалы, кто дал описание тем, что они несут в себе какую-то силу, какую-то помощь, как-то обладают каким-то мистическим, там, не знаю, энергиями. Все это чушь, это мошенничество чистой воды. Biz öz növbəmizdə vətəndaşların narahatlığını nəzərə alaraq mövzunu diqqətdə saxlayacaq və hadisələrin gedişatı barədə sizi məlumatlandırmağa davam edəcəyik.